Famil bəy qoşul bastıradan. Famil bəy xoş gördük. Salam, hər vaxtınız xeyir olsun Qurban bəy. Axirətiniz xeyir olsun. Salamlayıram. Azərbaycan Parlamentinin ətrafına toplanmış bütün millət vəkillərini təbrik edirəm. İşləriniz uğurlar olsun. Bəli, bu Naxçıvanlar məsələsindən mən də izləyirdim bu efiri. Mən də toxunmaq istəyirəm ki, düzdür. Artıq son 3 il, 5 il ərzində bütün vəzifələri, yüksək vəzifələri zəbt edən Naxçıvanlardır ki, digər bir vətəndaşlar, əgər hüquqi təhsili olan bir vətəndaşlar heç kəs bir vəzifəyə təyin oluna bilmir. Zibil qutularında zibilxanaları eşirlər, ailələrinə çörəklər qazanırlar. Halbuki həmin vətən... Səsdə bir dəqiqə deyəsən deyirlər, səsdə görüntü problem, işıq düşürsə görsənmirsən normal. Başlı isə işıq düşür ekrana, kameraya. Dostlar, efirə qoşulmamışdan qabaq bir özünüzə yaxşı baxın. Görün necə görsənirsiniz, bir görüntü normal olsun. Bizə dünyanın müxtəlif ölkələrindən baxırlar, belə eləməyin. Lütfən. Ağım diye, burada ben yaşadım. Bura benim ikinci evim kimiydi. Burada ben işvan elimde benim bütün paltarlarım, her şeyim var burada benim. Ben burada yatırdım, ben bu kravatta ben yatırdım, ben. Bura benim ikinci evim kimiydi, bu ne rezaletsizlik. Ben götürüp yattığım otağı benim götürüp dağıttılar, söktüler. Айфи, не плачь. Belə. Muzlar kəndində işləyirdik. Orada Amazon. Bunda musiqi var, bunu vermək olmaz. Rejissordan xahiş edirəm, istifadə olan materialları çıxardın orada. Sonrasında 2 aydır biz burada işləyirik. Güney Xırmançan. Güney Xırmançan'da. Bax bu cür evləri gətirmişik, bu vəziyyətə çıxartmışıq. Bizim günahımız nədir? 2 aydır biz ev... Burada musiqi var. Dostlar, deməli, son vaxtlar Qarabağda gedən bu tikinti işlərində işçilərin əməkləri verilmir. Çox böyük problem yaradırlar. Ovili müəllim, sağlam. Cəmaat diləni boğaza Ovili yığılır. müəllim, sizə elə bir ki, bu şikayətimiz vardı. Sizdən xahiş edirəm. Mamidov Vəli Əsgərxanoğlu. Mən təsərrüfatçıyam. Mən burada biraz yerə həmişəm 3 hektar yarı. Baxın dostlar, torpağa baxın. Naxçıvan deyəsən bura. Bu vəziyyətdir. Naxçıvan cəmaatı zülüm çəkir orada. 5-10 nəfər də Naxçıvan əsilli quldur, gəlib Bakıda keçirib hakimiyyət alən vəzifələri dağıdırlar ölkə, vicdanın deyil. Əsl Naxçıvanın, ləyaqətli Naxçıvan isə Naxçıvanda bu vəziyyətdədir. Yerimi suvara bilmirəm. Sizdən çoxlu xahiş edirəm, bizə köməkli elən. Bir dəfə yadınızda qabınıza gəldim, dedim ki, bu işçilər işləməyəcək. Sizin başınızı aşağı eləyəcək, bunları uzaqlaşdırın. Gördün ki, elə bir ki, bu 2 ildə görsən sizin işçilər maraqlanmır ki, bu kəsçilər yerə əkibdir, bunu suvarmaq lazımdır. Su keçirək, oturublar kabinetdə. Kabinetdən eşiyə çıxmırlar. Xahiş edirəm sizdən çoxlu deməli, böyük dərəcədə sizdən xahiş edirəm, bizə bu su verin, Bananyar göldən gəlir. Bu sahələrimizi suvaraq. Buralar məkəymişəm 3 hektar yarım, bir tərəfdən quş dağıdır, bir tərəfdən qarışqa aparır. Suvara bilmirəm, xahiş edirəm bizə köməkli elən. Tavşirin bizə heç olmasa bir yeri su versinlər, sizdən xahiş edirəm çoxlu. Böyük dərəcədə sizdən xahiş edirəm. Sağ olun, salamat qalın. Bu səsini eşitdiniz qardaşı var. Naxçıvan zəhmət işlərinin hamısı 100% bu vəziyyətdədir. Zülüm çəkirlər, əziyyət çəkirlər, şumluyurlar, nə bilim, toxum əkilən eynirlər, su vermir. Su da verirlər ancaq imkanlı vəzifəli adamlara. Bizə sadə zəhmət iş, zülümlə əkdiyi bostanını, nə bilim, bağını suvara bilmir. Quru bəşə məhv olur. Və bütün Respublikada da belə bir abava yaradılır ki, Naxçıvanlılar Azərbaycana bu gündən salıb. Aydındır? Naxçıvan zəhmətkeşi özü bu gündəndir.